Respublika klinik xəstəxanasında xəstə ziyarəti qadağan edilib, amma digər xəstəxanalarda belə deyil. Məsələn, özəl xəstəxanalarda xəstə ziyarəti var, Semaşkada tanıdığımız kimi xəstəxanada var ziyarət. Amma nə demək istəyirəm? Respublika klinik xəstəxanasında deyirlər ki, xəstə ziyarəti olmaz. Səbəb pandemiyadır. Baş nazirinin qərarı var karantin qaydalarına görə. Biz bu qaydalara riayət edirik. Əla, möhtəşəm, amma o xəstəxananın girişində hansı ki, xəstə ziyarətinə gələnlər var, bir nəsə gətirir, biri dərmanını çatdırır və yaxud da digər vasitələrlə yaxınlaşırlar. Mühafizəçilər heç kimi yuxarı buraxmırlar. Və bir daha vurğulayırlar ki, burada bəs karantin qaydaları tətbiq olunur. Mühafizəçiyə də deyiblər də, yəqin baş həkim tapşırıb, ya necəsə. Bəs yaxşı, orada o qədər izdiham yaranır. Siz pandemiya qaydalarına necə riayət edirsiniz? Həkimləriniz, tibb bacılarınız, tibb qardaşları, onlar hər gün məyər Covid testi verirlərmi? Varmı belə bir statistika Respublika Klinik Xəstəxanası ilə bağlı? Desinlər, biz də bilək. Və necə olur ki, o xəstəxanada, palatada yatan xəstələrin heç Covid testini götürmürsünüz? Götürmürsünüz, bəlkə xəbərimiz yoxdur. Mühafizəçilərin özlərinin vəziyyəti necədir? Onlar necə riayət edirlərmi? Biz bununla bağlı Respublika Klinik Xəstəxanasına məlumat verdik ki, bəs belə bir məlumat var, xahiş edib biz açıqlama verin. Dedilər, yox, açıqlama verə bilmərik, təbibə məlumat verin. Təbib sorğumuza cavab vermədi. Bu bir başqa məsələdir. Təbibdə indi kadr islahatı gedir, baş əsasən qarışıb işçilərin işdən çıxarılması falan. Ola bilər indi baş qarışıqdır, cavab verəcəklər nə vaxtsa. Biz daha sonra Semaşka ilə əlaqə saxladıq. Dedilər ki, yox, bizdə var xəstə ziyarəti, heç bir problem yoxdur. Saat 17:00-dan 19:00-a qədər ziyarət var. Bəs yaxşı, əgər həqiqətən də karantin qaydaları tətbiq edilirsə, amma əslində məhdudiyyətlər götürülüb, necə olur? Respublika Klinik Xəstəxanası bu qaydalara tətbiq edir, icra eləyir, baş nazirin qərarını, amma digərləri eləmir. Özəl klinikalarda heç bir problem yoxdur. Onda belə çıxır ki, Respublika Klinik Xəstəxanasının baş həkimi öz əməkdaşlarının, personalın, xəstələrin, xəstə yaxınlarının sağlamlığını təbiblə, Səhiyyə Nazirliyindən daha çox qeydinə qalır və onların belə çıxır ki, fəaliyyətini yararsız hesab eləyir və özü qərar verir buna. Əgər qərar birdirsə, səhiyyə ilə bağlı, insanlarla bağlı, tibblə bağlı, bu qərarı hamı bir dəfəlik rəhbərlik tərəfindən verməlidir. Məncə, hər klinikanın rəhbərliyi, hər klinikanın baş həkimi özü istədiyi qərarı verib insanları narahat eləməməlidir. Mənim üçün çox maraqlıdır. Bu məsələ ilə bağlı bir rəsmi açıqlama yəqin ki, olacaq və biz də araşdırmamızı davam etdirəcəyik.